Hər vaxtınız xeyir, xoş gördük sizləri. Bugün hər kəsin bildiyi resept 3 bacı dolması və ya badımcan biber pomidor dolması hazırlayıram. Mən bu reseptdə başqa bir ədviyyat əlavə edirəm və daha dadlı olur. Bəzən xanımlar deyirlər ki, öz milli mətbəximizə lazım deyil ki, başqa bir şey əlavə etmək. Çox doğrudur, çünki bizim milli mətbəximizin həm şirniyyatları, həm xeyrəkləri çox dadlı olur. Başqa ölkələrdən gələn insanlar hamısı demək olar ki, bizim bütün yeməkləri, şirniyyatları çox bəyənirlər. Amma bəzən insanlar dad dəyişikliyi olsun deyə restoranlara, kafelərə gedib yemək yeyə bilirlər. Mənim sağlamlığı ilə əlaqədar olaraq mən heç bir yerdə yemək yeyə bilmirəm. Ona görə də sadəcə özüm hazırlamalıyam ki, bilim ki, içərisində nə var və buna görə də bəzən dad dəyişikliyi özüm evdə edirəm və inanın ki, daha da gözəl alınır, yemək dadlı olur. Buna görə də mən bəzən milli mətbəximizdə dəyişiklik edə bilərəm və bu ədviyyatı da mən sizə göstərəcəm. Burada mən nanə əlavə etdim, pomidor, içərisinə yağ, düyüsüz mən edirəm. Bir də ki, içərisinə mən burada biber dənələrinin əzilmiş formasını əlavə edirəm. Çox dadlı olur. Və bu şəkildə edirəm. Sonra bir dəyişiklik də olsun deyə, daha gözəl görsənsin deyə biber qapaqlarını pomidor qapaqlarının üzərinə qoyuram. Pomidorun qapağını da biberin üzərinə qoyuram və bu şəkildə gözəl bir görüntü alınır. Və bu şəkildə edib üzərinə də yarım stəkan və ya 1 stəkan su əlavə edib bişirmək olar. Bir də ki, əgər reseptlərimə ardıcıllıqla baxanlar görərlər ki, mən yeməklərdə yağdan və duzdan az istifadə edirəm. Demək olar ki, bişirdiyim yeməklərin əksəriyyəti dietetik yeməklərdir. Bunların hamısını sağlamlıq üçün edirəm. Əlbəttə ki, onu da deyim ki, hər kəsin ağız dadına görə zövqü var. Bəlkə də bəziləri bu reseptlə edərsə və xoşuna da gəlməz bu resept. Amma onu deyim ki, çox dadlıdır. İnanıram ki, hər kəsin xoşuna gələr. Elə başa düşürəm ki, bu reseptdə nəyisə başa salmaq lazım deyil. Hər şey göz qabağında və sadəcə videoya baxmaq lazımdır. Ona görə də sizi videoya axıra qədər baxmağı dəvət edirəm. Ümidvaram ki, reseptlərimi bəyənərsiniz və like edərsiniz bu reseptlərə. Əvvəlcədən hər kəsə təşəkkür edirəm.